Hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsində 27 sentyabr anım gününə həsr edilən dəyirmi masa keçirilib. Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun keçdiyi zəfər yolu ilə bağlı təəssüratlarını bölüşüb, bu zəfərin heç də asan başa gəlmədiyini, torpaqlarımızın 30 illik işğaldan qəhrəman şəhidlərimizin, qazilərimizin, əskər və zabitlərimizin qanı, canı bahasına azad edildiyini, 44 gündə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsinin yazıldığını vurğulayıblar. 27 sentyabr anım günü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İçəri Şəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Qala Dövlət Tarix Etnografiya Qoruğunda şəhid və qazi ailələrinin üzvləri, yerli sakinlər üçün tibbi sosial aksiya, həmçinin komitənin ərazi və ixtisaslaşmış gömrük orqanlarında, tabeli qurumlarında tədbirlər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Gömrük Xidməti General-Leytenantı Şahin Bağırov Naftalan şəhər Heydər Əliyev mərkəzində Naftalan və Gəncə şəhərləri, Goranboy, Tərtər və Göygöl rayonlarından olan vətəndaşları qəbul edib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov struktur bölmələrdə mövcud vəziyyətlə tanış olub. Gömrük nəzarətinin səmərəliliyinin artırılması, sərhəd keçmə və rəsmiləşdirmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, aparılan yenidən qurma işləri, eləcə də nəqliyyat və yük axınlarının idarə edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələr verib. Dövlət Gömrük Komitəsində 4-cü yüksəliş müsabiqəsinin qalibləri Şəfəq Həsənəlizadə və Kamal Hüseynli ilə növbəti görüş keçirilib. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Gömrük Xidməti General-Mayoru Bəhruz Quliyev yüksəliş müsabiqəsinin önəmindən bəhs edib, həmçinin gömrük sistemində effektiv idarə etmə, rəqəmsallaşma, digər mövzularda öz təcrübəsini paylaşıb və tövsiyələrini verib. Dövlət Gömrük Komitəsində ölkəmizdə səfərdə olan Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov və Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının Risklərin Təhlili və Data Elmləri Departamentinin rəisi Atilla Misyaninin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Macarıstan arasındakı münasibətlərdən, həmçinin iki ölkənin gömrük orqanlarının səmərəli əməkdaşlığından məmnunluqla bəhs edilib. Hava nəqliyyatında Baş Gömrük İdarəsinin təşəbbüsü ilə xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib. Tədbirdə gömrük sistemində reallaşdırılan yeniliklərin üstünlükləri barədə ətraflı məlumat verilib. Həftə ərzində gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə marixuana və 1490 ədəd narkotik tərkibli metadon M40 həbi, 46624 ədəd dərman vasitələri, 196 ədəd PlayStation oyun diskləri, 72 ədəd Dyson markalı saç feni və 30 ədəd kompüter ehtiyat hissəsi aşkar olunub. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.